Salam dəyərli izləyicilər, bugün sizə Lənkəranın qədim şirniyyatlarından olan lökü hazırlayacağım. Düzdür, tam şirniyyat da adlandırmaq olmaz, çünki çox şirin olmur. Çox dadlıdır, yeyənlər dadını bilir, yeməyənlər isə bir dəfə hazırlasalar, inanıram ki, təkrar hazırlayarlar. Nənələrimiz lökünü adətən imsaq süfrəsi üçün hazırlayardılar. Ramazan ayı olduğu üçün mən də hazırlayıb sizlərlə paylaşmaq istədim. Gəlin başlayaq. Lökü düyü unundan hazırlanır və mən də bir gün öncədən 4 stakan düyünü yuyub qurutdum və onu indi kofemolkadan keçirəcəm. Əvvəllər daşın arasında üyüdərdilər, amma indi yəqin ki, hamının evində kofemolka var. Əgər kimdəsə yoxdursa, marketlərdə hazır düyü unları satılır. Onlardan da istifadə edə bilərsiniz. Bu şəkildə bütün düyünü üyütdüm. Lap da un kimi olmamalıdır. Biraz əldə hiss olunmalıdır. Məsələn, xırdamanlı kimi, qum kimi. İndi düyünün üzərinə süd əlavə edirəm, soyuq və ya otaq temperaturunda. Hələ ki yarım litr əlavə edirəm, qarışdırıb baxacağım, lazım olduqca yenə əlavə edəcəm. Və sonda nə qədər əlavə etsəm, onu sizə deyəcəm. Südün qədərini heç vaxt dəqiq demək olmur, çünki düyünün növündən, artımından asılıdır. Elə düyü var az artır, eləsi var çox artır. Çox artsa, təbii ki, südü də canına çox çəkəcək. Hələ ki, süd azdır, yenə əlavə etdim və yaxşıca qarışdırıram. Artıq mənə lazım olan qatılıqdadır. Qeyd edim ki, 900 ml süd əlavə etdim. Amma sizə ola bilsin ki, biraz az və ya biraz çox lazım olsun. Üzərinə yarım çay qaşığı duz, 3 xörək qaşığı şəkər tozu, şəkər tozunu istəyə görə azaldıb artıra da bilərsiniz. 1 qram maya, təqribən 1 çimdiyedir. Düzünü deyim ki, maya niyə əlavə olunur, onu hələ də anlamış deyiləm. Amma adəti pozmuram və əlavə edirəm. 1 dolu olmayan çay qaşığı sarı kök, 200 qramı xama və ya qatı qaymaq, məndə xamadır. Əgər rayon yerində yaşayırsınızsa, südün qaymağı da olar. Əvvəllər elə südün qaymağı ilə hazırlayırdılar. Sonradan xama ilə əvəz etməyə başladılar. Və 180 ml əridilmiş kərə yağı. 200 ml-lik stakandan bir barmaq aşağı. Yaxşıca qarışdırıram. Qarışdırdım, hələ ki biraz durudur, belə də olmalıdır. İndi üzərini streçlə örtüb ən azı 2-3 saatlıq soyuducuya qoyuram. Və bu müddət ərzində düyü içərisində biraz da artacaq, südü yağı canına çəkəcək. Əgər gecə vaxtı hazırlasaz, soyuducuya qoyun və imsaq vaxtı isti-isti bişirib yeyin. 3 saat keçdi və gördüyünüz kimi düyü artıb, südü və yağı canını çəkib, bir daha yaxşıca qarışdırıram və sonra kütləni 2 eyni hissəyə böləcəm. Birini indi çəkilişə görə bişirəcəm, digərini isə imsaq vaxtı isti-isti bişirəcəm. Ocağın üzərində, tavada, bol yağın içərisində. Düzdür, indi biraz modernləşdiriblər, lökünü sobada, formanın içərisində bişirirlər. Amma əslində tavada bişməlidir, tavada daha dadlıdır. Tavanı yaxşıca qızdırdıqdan sonra bol əridilmiş kərə yağı əlavə edirəm. Yağ da yaxşı qızdıqdan sonra hazırladığım kütləni əlavə edirəm. Əgər siz böyük tavada hazırlasaz, onda 2 hissəyə bölmək lazım deyil, elə bir dəfəlik töküb bişirin. Amma elə edin, çox da hündür olmasın, çünki lökü hündür olmamalıdır. Üzərini hamarladıqdan sonra qapağını qoyub çox zəif xodda bişirirəm. Üzəri bərkiyib, altı qızardıqdan sonra digər üzünə çevirəcəm. Təqribən 15 dəqiqə keçdi, kənarları qızarıb, demək ki, altı da qızarıb, üzəri də bərkiyib, digər üzünə çevirirəm. Biraz daha yağ əlavə edirəm və digər üzünü də bişirirəm. Bu şəkildə qapağını qoymadan digər üzünü də qızardıb süfrəyə verirəm. Lökümüz süfrəyə verildi, inanın ki çox dadlıdır, odur ki siz də hazırlayın. Nuş olsun. Videonu bəyəndisə kanalıma abunə olmayı, videolarımı yaxınlarınızla bölüşməyi, like edib komment yazmayı da unutmayın.